Hava kəskin dəyişir və güclü külək xəbərdarlığı var. Gündəm xəbərin efirində 13 fevral tarixidir və bir məlumatı diqqətinizə çatdırırıq. Belə ki, Bakıda və Abşeron yarımadasında eyni zamanda bölgələrdə fevralın 14-dən 16-sına gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Kəlbəcər, Goranboy, Daşkəsən, Naftalan, Bərdə, Qusar, Qobustan, Xızı, Mingəçevirdə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək. Küləyin sürəti isə 20,8 və 28,4 metr saniyədək güclənmiş olacaq. Bakıda və Abşeron yarımadasında, o cümlədən ölkənin digər bölgələrində sarı xəbərdarlığa uyğun olaraq şimal və qərb küləyi əsəcək. Küləyin sürəti isə 13,9 və 20,7 metr saniyə təşkil edəcək.